Qadın estetik əməliyyatına pul verməyən sevgilisinin başını əzib, harada baş verib hadisə Bakıda. Nərimanov rayon məhkəməsində quldurluqda təqsirləndirilən Səbinə Ağabalayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və məhkəmənin hökmü ilə Ağabalayeva 800 manat cərimə edilib və nə baş verib, ittihama görə hadisə Nərimanov rayonu Təbriz küçəsində kafedə baş verib. 2016-cı ildə həyat yoldaşı vəfat edən Səbinə bir müddət sonra tanışı Elvin adlı şəxsin dostu Elçinlə sevgili olub. Səbinə keçən il Elçinlə görüşüb və ondan estetik əməliyyatlar etdirmək üçün 15 min pul istəyib. Elçin əvvəlcə pul verəcəyini deyib, sonra da həmin məbləği düzəltməyib və sevgililəri, belə deyək, bu sevgi baş tutmayıb, ayrılıblar. Bir müddət sonra Səbinə dostu Elvindən xahiş edib ki, Elçini kafeyə çağırsın. Elçin kafeyə gələndə orada Səbinəni görür və geri qayıtmaq istəyir. Bu vaxt qadın əlindəki telefonla Elçinin başına zərbələr endirib və Elçin başından aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib və faktla bağlı cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Belə xəbərləri biz adətən əvvəllər başqa ölkələrdə filan eşidirdik, amma həmd olsun artıq özümüzdə də belə hadisələrin qıtlığı yaşanmır. Yəni var, kifayət qədər çoxdur.